Yeni Müsavat saytında Azərbaycanın xalq artisti Aygün Kazımova barəsində dərc olunan məqalə gündəmə əməlli başlı səs-küy salıb. Xalq artistinin adı bu dəfə erməni əsilli Ramazo ilə əməkdaşlıqda hallanıb. Elə bundan narahat olan xalq artisti məsələyə özü şəxsən münasibət bildirib. Bizi yeni layihəsinin fotosessiyası zamanı qəbul edən xalq artisti bunun qara bir PR olduğunu və bu xəbərləri yayanın arxasında kimin durduğunun adını açıqladı. Xəbəri yayan insan məni çox pis təsirlədi ki, Müsavat kimi ciddi bir sayt, hörmət etdiyim bir sayt götürüb, yəni görün belə bir insanın verdiyi müsahibəni, verdiyi açıqlamanı heç dərc etmək olarmı? Heç bilirlər ki, bu özü kimdir? Heç bilirlər ki, bu insan özü Interpolda axtarışdadır, İstanbuldan qovulubdur, xaricdə yaşayır. Sözü gedən məqalədə müğənninin Türkiyədəki mənzilində əxlaqsızlıq yuvası təşkil etdiyi barədə də məlumatlar yer alıb. İddialara görə müğənni həmin evdə Best Model of Azərbaycan müsabiqəsinin modellərini stilist Anar Ağakişevlə birgə müəyyən pul müqabilində zənginlərə təklif edilmiş. Hətta Türkiyə mətbuatı da bir neçə il bundan əvvəl bu barədə məlumatlar yaymışdı. Müğənni bu xəbərə də münasibət bildirərək əsas məqsədin onu xalqın gözündən salmaq olduğunu bildirdi. Pisimi də, yaxşımı da özüm danışıram. Səhvlərimi də özüm etiraf edirəm. Axı nəyə lazımdır özünüzdən nəsə çıxartmaq? Xahiş edirəm, əziyyətimizi heç eləməyin. Xalq artisti hazırda qarşıdan gələn Novruz bayramı çəkilişləri ilə əlaqədar başı qarışıq olduğunu, amma məqaləni dərc edən şəxs barədə məhkəməyə müraciət edəcəyini istisna etmədi.